Prezident İlham Əliyevin martın 16-sında imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam Ədliyyə Nazirliyinin penitensiar xidmətinin Xaçmazda yerləşən bir sayılı məntəqə tipli cəza çəkmə müəssisəsində icra olunub. Martın 17-sində müəssisədə cəza çəkən 8 məhbus azadlığa buraxılıb. Bu münasibətlə keçirilən tədbirdə cəza çəkmə müəssisəsinin rəisi Ədliyyə Polkovnik Leytenantı Azər İbrahimov və başqaları çıxış edərək əfv olunanları təbrik edib, Novruz bayramı ərəfəsində onların yaşadıkları sevincin gələcəkdə digər məhkumlara da nəsib olmasını arzulayıblar. Bildirilib ki, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Sevda Cəfərova, İlxan Yusifli, Nail Babayev, Azərtac, Xaçmaz. Şirin sağ ol ya, biz de bilmiyoruz.